Müəllimə bir daha salam. Bir söz Salam soruşum. əleykum. Ləvəngiyə kişmiş vurulur, yoxsa yox? Baxın, çox gözəl sualdır. Bəzi mətbəx deyəndə Ləvəngi adətən cənub zonasına aiddir, bilirsiniz. Cənub zonasının bəzi kəndlərdə, Lənkəranın kəndlərində Ləvəngini qovururlar. Soğanın özünü də qovururlar, bəzi. Bax, indi hal-hazırda Novruz bayramı ərəfəsində Ləvəngi olan bir çox balıqların içərisinə kişmiş vururlar. İndi bax, Novruz bayramından sonra Ləvəngi olan yay ləvəngisi deyən bir şey də var. Alça, pomidor, reyhan, çox gözəl yay ləvəngisi olur. Hə, bəzi bölgələrdə hətta o turşu qovurmaya vurulan şabalıd, kişmiş, o ilə də ləvəngi olunan. Bəli, o da var. Şirin ləvəngidir. Azərbaycan Milli Kulinariya kitabında zaten onlar haqqında məlumat var. Yəni öz başımızdan danışmırıq. Gördüyümüz bəzi etno restoranların, milli mətbəx restoranların hal-hazırki menyularında da var. Ləvəngilər bir neçə cür var. Zövqə uyğun bəzi insanlar var ki, ləvəngiyə hətta şəkər tozu da qatdıqlar olur. Zaten soğanı biraz qovurub ləvəngiyə qoza qatanda soğan karamelizə olanda bir şəkərin buraxır. O da biraz şirin təhər dad verir. Ona görə hamı sevməyə bilər, hamının ağız dadı ayrıdır. Bəzi adamlar ona görə ləvəngini qovurub ona kişmiş də qatırlar. Ləvəngilər müxtəlif balıqlarda olur da, kütüm, faler və s. Hansında daha yaxşı olur? Daha yaxşı farel məsələn. İndi farel balığının mövsümüdür, çəki balığının mövsümüdür. Sıxı, sümüyü az olan balıqlarda, yağlılığı daha çox olan balıqlarda. Zaten birazdan 1-2 aydan sonra balıqla yağlı olduğuna görə yeməyəcək. Amma biz ilim dəniz sahilində yaşadığımıza görə, Kür sahilində yaşadığımıza görə bütün il boyu balıqları yeyirik. Yəni birazdan çox isti olanda duzlu halda balıqlardan istifadə edəcəyik. Təşəkkürlər müəllimə. Sağ olun. Sağ ol.